Tez boy atan uşaq hər zaman hündür boylu olmur. Bəzən ergənlik dövründə uşaqlar birdən-birə çox sürətli boy artımı göstərir və valideynlər çox vaxt sevinc içində müayinəyə gələndə deyirlər ki, doktor, uşağın boyu birdən-birə çox uzandı və hal-hazırda sinifdə ən hündür boylu uşaq mənim övladımdır. Lakin bu bəzən müsbət əlamət sayılmaya bilər. Əgər uşaqda boy artımında intensivləşmə ilə yanaşı cinsi inkişafın əlamətləri də varsa, yaşıdlarında hələ görsənməyən, büruzə verməyən ergənlik əlamətləri sizin övladınızda varsa, sanki uşaq öz boy kreditini daha öncədən istifadə edir kimi anlamına gəlir. Belə ki, belə intensiv böyümə zamanı eyni zamanda da sümüklərin sümükləşmə zonaları da bağlanmağa doğru gedir. Və belə olan təqdirdə sinifdə ən hündür boylu uşaq artıq müəyyən bir vaxtdan sonra boy artımını yaşıdlarından daha tez dayandırmış olur. Bu səbəbdən də böyüməsində yaşıdlarla müqayisədə bir qədər kəskin fərq görürsünüzsə, boy artımı birdən-birə çox sürətlənibsə, mütləq şəkildə uşaq endokrininə müraciət eləyin. Çünki belə bir intensiv boy artımı erkən cinsi inkişafın və yaxud da sürətli cinsi inkişafın əlaməti ola bilər.